Herkese salam dostlar. Bu günlərim 20 sınaqdan 11-ci sınavın izahına bir yerdə baxacağıq. Gəlin başlayaq 7-ci sualdan. Deməli, sual sadədir. Public keçəcək qabağa. Ya da olsun elə news keçsin qabağa. O da ola bilər. Yəni newspapers səhvdir. Provide yaxşı public səhv yazdım neysə. Is provided olmalıdır. News variantları da geçsin. Has been variantı da geçsin. Cevabımız olsun C variantı. Hundreds of people hissəsində biz heç nə verməyəcəyik. Çünki burada nə Z, nə E artiklı olmaz. A hundred of dem verə bilərəm. Cavab olacaq Y variantı. 9-a baxıram. 9-a derivative noun istəyir məndən. Government, knife sadədir getdi. Teacher sözünü götürəcəm. Mən götürmək istəyirəm 1, 3 və 4. Yəni A variantı. Demək, baxaq 11-ci suala, 10-cu suala daha doğrusu. Bizdən vegetables cəmdir. Plenty of-u götürə bilərəm, 3-ü götürə bilərəm. Bir səhvdir. Birin səhv olduğunu mən burada gördüm deyə qalxım yuxarı. Vegetables cəmdə olduğuna görə 4-ə çıxıram. 1 ilə 4-ü çıxıraq. Getdi, getdi. Cəmimiz qalacaq 2 və 3, yəni C variantı. Baxaq bu suala. Deyir, the meet or find somebody something by chance means. Bu lexical testə dair bir sualdır. Burada bizdən mənanı istəyir, doğru mənanı istəyir. Baxaq. Cheer up, give up, look up və depend on, across kimi cavablar vermişdi bizə. Deyir, təsadüfən kimləsə görüşmək və yaxud da bir şey tapmaq. Bu nə ola bilər? Rast gəlmək ola bilər. İlk öncə baxaq, gəlin hər birinin tərcüməsinə baxaq. Cheer up deməkdir, şad olmaq. A getdi. Give up, imtina etmək. Yəni, vaz keçmək də ola bilər. Look up, bağlamaq. Depend on asılı olmaq, bunu zaten bilirik. Cavab olacaq come across. Yaxşı, bu sual getdiyinə görə baxa bilərik biz 12-ci suala. Deyir, o döyüşdü, nə bilim, fought, yəni döyüşdü, cəsarətlə döyüşdü və mübarizəni qazandılar. Deməli, burada Zo ilə alacağı cavablar gedəcək. Niyə görə? Çünki baxmayaraq ki, onlar şey döyüşdü, yəni burada bir təzadlıq yoxdur ki, adamlar döyüşüblər və qazanıblar. 1-3 çıxacaq buradan. Ola biləcək burada haradakı onlar görüşdülər, nə bilim. Ola bilər, haradakı cəsarətlə vuruşdular və onlar qalib gəldilər. Cavab olacaq 2, 4 və 5. C. 13-ə baxaq. 13-ə baxaq. The student, some people have dən olduğuna görə abilities others do. Yaxşıdır. Burada little adi dərəcədir, few adi dərəcədir, much adi dərəcədir, more than less-dir. Bəzi insanların artıqdır da başqalarından faydalanırlar. 14-ə baxıram. The student since olduğuna görə indiki davam edir. İndiki bitmiş zaman qoyacağam. Yəni D variantı. Bu da belə. 15-ə baxaq. 15-də görək nə deyir? Aha, burada ikinci tərəfə baxıram ki, burada to-lu feili var. Deməli, mən burada 3-cü qrup feil qoyacağam. Let birinci qrupdur, notice ikinci qrupdur. Mate də belədir. Olduq 2 və 4, yəni D variantı. Bu da belə. 16 nömrəli tapşırığa baxaq. Aha. Verilən sonra has işlənməz getdi. What time has-dən işlənməz getdi.
When-dən sonra hər gəlməz getdi. Birbaşa xəbər getdi. That he cavab olacaq he. 28-ci suala baxaq. 28-dən çox üzr istəyirəm. 17-ci suala baxaq. Ayda. Getdi. Aha, 17-yə baxaq. Deyir, nə qədər vaxt? Nə qədər vaxt? How much time? 18-ə baxıram. Deyir, Qarabağ döyüşü, our heroic soldiers bravery fought American armed forces nə bilir. Özü üçün gözəl şəkildə danışır. Deyir, Qarabağ döyüşləri ərəfəsində, yəni müddətində. Ona görə mən bura during verə bilərəm. Hələ bu mənim ilkin düşüncələrim sırasındadır. Onu da sizin üçün qeyd edeyim. Demək. On 18-ci sualda. Hə, bura during verə bilərik. Həmən bayaqdan fikirləşirəm, həm də sizə şans tanıyıram. During deyir bu döyüş vaxtı bizim əskərlər, cəsur döyüşdülər. Ermənilərə qarşı against olacaq. Cavab olacaq A. Yaş baxaq 19-cu suala. Yenə swap'u gözləyərək işlərimizi görək. İlk öncə baxaq, nə ilə başlaya bilərik? Cümlədir, sual cümləsi olsun. Bu how often. Sonra köməkçi feil do. Bu zaman hansı düstur gözləməliyik? Xüsusi sual sözü, üstəgəl köməkçi feil, üstəgəl mübtəda, üstəgəl əsas feil. Sonrası ikinci dərəcəli üzvlər qaydasını gözləmək lazımdır. How often do. Mübtəda gəlsin you. Əsas feil visit. Sonra gələ bilər your grandparents. Yəni bu düsturları bilməyiniz daha yaxşıdır. Olacaq 3, 1, 4, 6, 5, 2. 6, 4, 2, 5'dir. Buna görə cavabımız olacaq D variantı. Baxaq 20 nömrəli tapşırığa. Neither varsa əgər bir cümlədə, neither nor the teacher, bu sonuncu şeyə baxır. Burada is olacaq. If the results, burada isə cəm olacaq. Is are, yəni C variantı. Yaxşı, baxırıq. Texnologiya sözü təkdədir. Əla. Onun üçün both variantı gedəcək. Has positive and negative impacts. Burada impact sözünə baxacağıq. Çünki burada bir ismi birləşmə var. Something'dən sonra isim gəlmir. Getdi. Bundan da sonra, nothing'dən da sonra isim gəlmir. Biz bilirik ki, törəmələrdən sonra isim gəlməz. C də getdi. I shall. Every'dən də sonra tək gəlməlidir. Burada impact cəmdir, getdi. Cavabı da olacaq A variantı. Bu şəkildə. 22. Spent sözünün biz yəqin ki keçmiş zamanda olduğumuzu bilirik. Cümləmiz ilk olaraq təsdiqdədir. İkinci olaraq isə spent sözü deməli köməkçi feilimiz diddir. İlk öncə neither'ni çıxacağıq. Başqa heç nə çıxmayacaq. But my sister didn't. Does'ı da çıxacaq. Gəl bir ikini çıxaq. Cavab alınacaq 3, 4, 5. B variantı. Aha. Bu da belə. Demək, baxaq başqa digər suallara. Mətnimizi ilk öncə baxaq.
Və gəlin suallara baxaq görək ki, hər hansısa bir mexaniki bir səhvimiz varmı? Aha. 12-ci suala mən ki, yenidən qayıtmaq istəyirəm. 12-ci sualda mən bayaq C götürmüşdüm. Amma yəni burada harada variantı olmayacaq. Əgər videoya tam baxırsa 12-də cavab B olacaq. 5 cavabı səhv olacaq. Sonra baxaq 13-cü sual. Bu zaten sadə sualdır. 14 sadə sualdır. 15 sadə sualdır. Mexaniki səhv edə biləcəyimiz bir sual yoxdur məncə. Bəli. Baxaq başqa suallara. Vanilla is second most expensive spice in the world. Əla. But vanilla didn't originate, nə bilim, Madagaskar. Vanil dünyanın deyir, ikinci ən bahalı ədviyyatıdır. Madagascar isn't country that currently has global dominance of vanilla trade. Madagaskar hal-hazırda vanil ticarətində qlobal bir dominantlığa malikdir. But vanilla didn't not originate in Madagascar. Lakin vanil Madagaskarda yaranmayıb. The history of vanilla started in the jungles of Mexico and Central America. Vanilin tarixi Meksika və Mərkəzi Amerika cəngəlliklərindən başlayıb. What is perhaps most interesting about vanilla is the fact that its multi-billion-dollar industry exists because of the slave boy. Deyir ki, vanil haqqında bəlkə də ən maraqlısı onun milyardlarla dollarlıq sənayesinin bir dənə kölə oğlan tərəfindən yaradılmasıdır. He lived 108 years ago on the island in the Indian Ocean. Deyir, o 180 il əvvəl Hind okeanında bu adada yaşayıb. The British in India, the French in the Indian Ocean colonies, the Dutch in Java and even the Spanish in the Philippines tried their luck planting the spice to get its fruits. Hindistandakı Britaniyalılar, Hind okeanı koloniyadakı Fransızlar, Yavadakı Hollandlılar və Filippindəki İspanlar ədviyyatın meyvələrini əldə etmək üçün müxtəlif şanslarını sınadılar. But miracle had happened in the island of Bourbon, now called Réunion, in the Indian Ocean. Lakin Hind okeanındakı Réunion adlanan Bourbon adasında bir möcüzə baş verdi. Edmond, a 12-year-old slave boy, used the technique to pollinate vanilla, a way that was almost the same like pollination of watermelon he had been shown some time earlier. Deyir ki, 12 yaşındakı kölə Edmond bu texnikadan istifadə edərək vanili tozlandırdı. Bu üsul bir müddət sonra ona göstərilən qarpızın tozlanması ilə demək olar ki, eyni idi. Farrell Beaumont, the owner, asked the boy for explanation and Edmond explained. Sahib Farrell Bellier oğlandan bunun izahını istədi. Edmond isə ona izah elədi. Because of the boy, Réunion's vanilla planters had overtaken Mexico as the global supplier. He got nothing out of that profit. Deyir ki, oğlan üzündən Réunion'un vanil əkin qabları qlobal təchizat kimi Meksikanı deyir, ötüb keçmişdi. He got nothing that profit. Deyir, amma o bu mənfəətdən heç nə əldə eləməmişdi. Edmond, while Edmond was eventually freed and his discovery was acknowledged, he died in poverty the age of 51. Deyir, Edmond sonda azadlığa buraxılsa da, kəşfi təsdiqlənsə də, o 51 yaşında yoxsulluq içərisində öldü. Çox pis, yəni kədərli bir hekayə. 53-ə baxaq.
50-23-ə baxaq daha doğrusu. Mətn nə haqqındadır? Mətn vanillanın məncə yaranma tarixi idi da, yəni. Ya da olandan tam danışırdım, məncə yox. Yəni mənim şəxsi fikrimdir. Şəxsi fikrim ondan irəli gəlir ki, yəni vanilla da expensive, yəni ən bahalı ədviyyat idi. Onun üçün cavabımız olacaq D variantı. 23-də məncə cavab olacaq D. 24-də baxaq. Deyir, where did slave boy live? Deyir, harda yaşayırdı o oğlan? Bourbon adalarında yaşayırdı da. Hə? Bourbon adalarında mı yaşayırdı, yoxsa? Bəli, Bourbon adalarında yaşayırdı. Cavab olacaq B. Madagaskar is a country, deyir, hardakı Madaqaskarda yaranmamışdı. Hansal, vanilla ticarətində birinci yerdə idilər. B. 26. Bizdən səhv cavabları istəyir. Hə, deyir, vanilla yəni gəlib Meksikadan və Central Amerikadan. Məncə bu Afrika idi, yəni yadımda yanlış qalmayıbsa, yəni baxaq ona. Dəqiq olsun. Afrika yoxsa hə, Central Amerika. Deməli o variant düz imiş. Yəni çıxaq da variantı. İkinci çıxsaq sadəcə 2 variant gedəcək. Bizə false səhv cavablar lazımdır. Vanilla is a must spice. Bəli, həqiqətən də bu da düzdür. 4 də getdi. Cavabımız olacaq 1-3. Yaxşı. Hə, indi bu at least bunu yazarıq. Daha doğrusu siz yazacaqsınız, mən yoxlayacağım. Yəni 2 dənə deyir. Edmund himself died poverty although. Görək məsələ nə yerdədir. Deyir ki, Edmund öldü. Yoxsulluq içində öldü, amma deyə bilərik buna. Harda var o? Yəni belə bir cümlə yox idi əslində. Yəni mən oxuduğum qədəri ilə. Deyə bilərik ki, amma o çox yaxşı kəşflər elədi və s. axır. Yəni burada deyə bilərik. Görək şeydə nə veriblər? Adını siz deyin. Bu neçənci sualdır? 28-ci sualdır, hə? Məsələn, deyə bilərik, The Planters Reunion earned. Hə, çox oyun yiyəsi çoxlu pul qazandı onun köməyi nəticəsində. Poorness, kasıblıq, yoxsulluq, bu deməkdir də, poorness sözü. Yoxsulluq sözünün 29-cu şeydə, 3-cü bəhddə Planters overtake a mixed supplier. He knows is a profit free discover acknowledge the poverty. Hə, yoxsulluq nəticəsində öldü, poverty cavab olacaq. Yəni görməyənlər üçün göstərim buradan. Ha, bu söz olacaq. Yox, bu da yoxsulluq deməkdir. Aha, baxaq 30-cu suala deyir action mal alqı-satqısı ki, bu da trade sözü olacaq, yəni ticarət sözü olacaq. Uşaqlar, izah bu qədər. İnşallah sizin üçün uğurlu olmuşdur. Sağ olun, yəni deyə biləcəyim reklam falan da olmadığına görə sağ olun, salamat qalın.